Serbiyada nazirə hücum edildi, xəstəxanaya yerləşdirildi. Air xəbər reportaja istinadən xəbər verir ki, Serbiyada keçirilən etiraz aksiyaları zamanı ölkənin mədəniyyət naziri Nikola Selakoviç hücuma məruz qalıb. Məlumata görə bu barədə Serbiya prezidenti Aleksandr Vučić açıqlama verib. O, hadisənin axşam saatlarında baş verdiyini və nazirin hücuma məruz qaldığını bildirib. Prezident Vučić vurğulayıb ki, bu cür hadisələr bəzi qrupların demokratiya anlayışına və fərqli düşünən insanlara münasibətinə dair ciddi suallar yaradır. O, ölkədə sabitliyin və sülhün qorunmasının vacibliyini də qeyd edib. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın.